Hər kəs salam, Material kanalındasınız. Bu gün kamera qarşısına keçməyimin səbəbi buraxılış imtahanıdır. Buraxılış imtahanınıza nə qədər qalıb? Buraxılış imtahanı deyil, əslində eyni zamanda blok imtahanıdır. Ümumiyyətlə imtahandır, dimin imtahanıdır. Okay? Buraxılış imtahanınıza 3 aşağı 5 yuxarı 60 gün, yəni 2 ay qalıb. Bu 2 ayda nələr göz önündən çəkməmək lazımdır, onlar haqqında danışmaq istəyirəm. Ümumi bir şey deyil ki, filan yerdən başlayın artıq oxumağa. Çünki 2 ay qalıbsa oxumağa, yəni ümid edirəm ki, oxumağa başlamısınız artıq. Başlamamısınızsa canınız sağ olsun, başlayarsınız. Fərqi yoxdur. Fevralın ortasında başlasanız fərqi yoxdur yəni. Okay? Biraz daha az yığasınız prosto yəni. O bəri başdan deyim. Nəsə, mən imtahanım apreldədir. Yəqin ki, apreldə olacaq indi. Aprelin ilk həftəsi falan olar buraxılış imtahanım. Blokda sizlə bir yerdə verəcəm təbii ki. Və mən buraxılış üçün elədiyim şeydə bir neçə nüansdan danışmaq istəyirəm ki, yaddan çıxmasın və bu sizin üçün problem olmasın. Mən son 2-3 həftədə müşahidə elədiyimdən bir qrup yaratdıq. 300 bal fədailəri və orada yüksək ballı şagirdlərdir. Məqsəd olan şagirdlərdir. Məqsəd olmayanlar da 25 yanvarda ki, OTK-da qrupdan çıxacaq zaten. Okay? Belə bir qrup yaratdıq və ora 174 nəfər qoşulmaq istəyirdi. Bu 174 nəfərdən mənə yazanlardan və yazmayanlardan aldığım təəssüratları bölüşmək istəyirəm ki, məncə abituriyentlərin ortaq problemlərindən biridir bu. Sınağa getməmək. Yazırlar ki, mən hələ sınağa getməmişəm. Qardaş, 2 ay qalıb. İmtahanda 2 ay qalıb, bir dəfə get də sınağa. O bilirsən, özünü biraz təsəlli formasıdır. Mən zaten bilirəm, mən mövzunu çox qəşəng işləyirəm. Okay? Sınağa getsə onsuz da yazaram. Get. Onsuz da yazarsansa get sınağa. Gör nə yazırsan da. Özünü niyə görə fevrala görə alladıb sonra peşmançılıq çəkəsən ki? Fevraldakı sınağa gedib yazarsan 230 bal, sən 280 bal istəyirdin. Hə, o 50 ballığı kim bağlayacaq? Halbuki yanvarda o boşluğun fərqinə varsaydın, daha bağlamaq şansın olardı da. Niyə görə getmirsiniz? Mən tövsiyəm o ki, bu videoya baxanlar 25 yanvardakı OTK-ya hamınız gedin. Yəni güvənli sınaq olsun, bilmirəm nə vaxt. Gedin. Əsas odur sınaq olsun və ümumi bir şey olsun. 3 saatda sizin qabağınıza qoyulsun ki, ala bax bu sınaqdır, bunu yaz. Okay? Nəticədə sənin qabağına 200 dənə leksika sualı qoymayacaqlar imtahanda. Bir dənə leksika sualı düşəcək oradan. Və 10 dənə qrammatika sualı düşəcək. Nə bilim 90 yox. 85 dənə sualı birdən qoyacaqlar sənin qabağına. Okay? Deməyəcəklər ki, bu 140 dənə trigonometriya sualını işlə. Sən 140 dənə trigonometriya sualını işləməyin o demək deyil ki, sən partladırsan riyaziyyatı. Okay? Onun üçün ümumi şəkildə, kompakt şəkildə ümumi sınaqlar işləyin. Evdə işləyin. Amma gedin o sınağa da. Mütləq dediniz ki, 3 saat və orada ortamda, imtahan ortamında işləmək daha başqa alışqanlıqlar yarada bilər sizdə. Okay? Əsas etirazım bunadır. Gedin sınağa. 20 manatdır. Yəni, hər şey bahatdır. Nə qara bilərik? Kapitalist rejimdir. Artıq dünyanın düzəni budur. Nə qara bilərik? Hər şey getdikcə qalxır, qiymətlər. Və qalxmağa da insanoğlu var olduğu müddətcə qiymətlər qalxmağa davam edəcək. Qiymətlərin düşdüyü bir dövr tarixdə yaşanıb belə bir şey. Qiymət həmişə qalxır. İldən ilə qalxır. Tükətdiyimiz şeylər qalxır. Instagramda reklam 3 videodan bir artıq qabağınıza reklam gəlir. Oradan da pul qazanırlar, buradan da pul qazanırlar. Artıq hər şey budur. Keyfiyyətli bir şey görmək istəyirsinizsə, pul verməlisiniz yəni. Başqa çarəsi yoxdur. Hə, mən 20 manatım belə yoxdur deyirsinizsə, PDF-i, OTK-nın PDF-ini çıxartdırın. 3 fənnini də çıxartdırın, amma yazısız olsun. Oturun otağınızda, qapını kilitləyin. 3 saat ərzində onu yazmağa çalışın. Və koddaşdırma deyilində ayrı vərəq tutun, ora koddaşdırma edin. Açıq suallarına bir şey. Sonra açın YouTube-dan izahına baxın, meyarlarla dəyərləndirin ki, mən neçə bal yığıram təqribi. Okay? Bunu bilin. Özünüzü bildiyin nəyi bilib bilmədiyinizin farkında olun. Plus da ki, mövzu çalışmalarına o qədər çox önəm verirsiniz ki, sınaqdan qaçanda belə bir problem yaranır məsələn. Deyək ki, sən riyaziyyat bazında verirəm bir nümunə. Bir məhsulu təlimləri işləmsən, çox qəşəng. Amma oktyabrda işləmsən deyək ki. Sən düşünürsən ki, mən o bütöv işləmişəm, mən bilirəm, yazacağam. Amma yanvarın ortasında bir dəqiqə. Aha, yanvarın ortasında işlədiyin bir sınaqda o bir məhsulu sualı yaza bilmirsən. Çünki sən onu təkrar eləməmsən.
bir şey bir dəfə işləyəsən, ömrünün axırına qədər yadında qalacaq deyə bir şey yoxdur axı. Və sınaqdan qaçmaq belə bir fəsad yaradır ki, sən heç vaxtı bir məhsullu təlim, məsələn deyirəm, ya da ki, söz yaradıcılığının, ya da ki, ingilis dilində, nə bilim, passive voice-in ağlından çıxdığını farkına varmırsan. Gedirsən bu imtahanda sən başında partlayır. Okay? Bəzi şeylərin əvvəlcədən çözümünü tapıb uygulamaq lazımdır. Yoxsa sənin üçün peşmançılıq olur. Deyərsən ki, niyə bu qədər detal sunursan da, bu imtahan da həyatımızın kiçik bir parçasıdır. Amma olay odur da. Olay odur ki, həyatınızın kiçik bir parçasıdır, hər şey həyatınızın kiçik bir parçasıdır. Bu videonu çəkdiyim anlar da həyatımın kiçik bir parçasıdır. Amma əmək vermək lazımdır. Yəni başqa cür olmur da. Yəni belə filfilo elədim, orada imtahanda yazdım, əmələ gəlmir. Bunun da texnikaları var. Kiçik texnikaları var, hansı ki, əməyiniz boşa getməsin. Mən bir dostum var. Bütün gün dərs oxuyurdu keçən il. Oxuyurdu da, həqiqətən də oxuyurdu yəni. Özüm görməmişdim, amma dediyinə görə. Və inandığım biri. Həqiqətən bilirdim ki, oxuyur bütün günü. Amma gəldi, mən bəlkə onun yarısı qədər oxumurdum, amma o məndən az bal yığdı, gəldi. Və biraz da bu tip şey çıxır. Verim söhbəti falan da deyil la. Sadəcə o imtahanda idarə edə bilmədi vaxtın. Həyəcanlandı, o oldu, bu oldu. Bu səbəbi nə idi? O çox sınağa getməmişdi yəni. Ya da nə bilim, çox anlam yükləmişdi bu imtahana. Bu tip şeylər olur. Bunların hamısını imtahana qədər aşın. Gedin OTK-larda, 3 OTK var bundan sonra. Gedin o 3 OTK-da da aşın bu söhbəti. Həyəcan söhbətində, nə bilim, ciddiyə almaq söhbətində, almamaq söhbətində, diqqətsizlik söhbətində. Deyir, mən diqqətsizliyim var, falan şeylər yazıram. Diqqətsizlik məncə ciddiyə almamaqdan yaranan bir şeydir. Yəni, bu imtahanı ölüm-qalım savaşı kimi verəndə o diqqətsizliyə şanslı olmur. Yəni, bir sualı 200 dəfə yoxlayın. 200 dəfə yoxlayın, onda o diqqətsizlik demək olar ki, sıfıra düşür. İndi istər-istəməz insanıq, sıfıra düşməyə bilər, amma çox azalacaq. Ən azından 10-20 bal xilas edə bilərsiniz deyə düşünürəm oradan. Başqa nə deyə bilərəm? Başqa heç nə. Yəni deyirəm, bu videoya baxırsınız, desəz ki, fən, məsələn, listeningi nətər yazım, readingi nətər yazım. Nə bilim, qrammatikanı nətər yazım. Bunların hamısının əvvəlki videolarda, 90 gün videosunda, 120 və 140 gün videolarda cavablandırmışam. Hələ də eyni cavablardır. Cavablar dəyişmir. Özət keçəsi olsam, qrammatikanı oturub topludan işləyim. Başqa nə qarasız? Heç nə. Oturub topludan işləyim, OTK-lar işləyim. Всё. Başqa nə bilim, güvəndir. O A nəşriyatıdır, B nəşriyatıdır, C nəşriyatıdır. Nə bilim, başqa nəşriyyatlara ehtiyac yoxdur. Okay? Vaxt da yoxdur onsuz. Topludan işləyin, topludan düşəcək onsuz. Əmin olun ki, topludan düşəcək. OTK biraz çətin salır deyə o demək deyil ki, o topludan düşməyəcək. Sonra nə bilim, reading listingidir. Topludakı readinglər bitirmisiniz. 90 dənə reading var. 90 dənə listing var topluda. Onları bitirmisiniz. Onları bitirən adam həqiqətən keyfiyyətli. Mən inanmıram ki, orada sual qaçıracaq. Yox, onları bitirmədən gedib başqa kitab işləyirsinizsə, yəni o sizin biraz axmaqlığınızda, üzr istəyirəm. Всё, ingilis dili belə, riyaziyyat da. Qardaş, toplu işlənilməlidir. Mən indi reklam kimi olmasın, yəni reklam eləmirəm. Süleyman müəllimə sınaqlar qrupuna qoşulmuşam. Görürəm ki, obyektiv olaraq dəyərləndirsəm, asan da var, çətin sual da var. Yaxşı suallar var həqiqətən də. Hər hər iki sınaqdan mən bir dənə qəşəng sualı SS eləyib atıram arxivimə ki, onlara baxacam təzədən. Belə bir şeydir, amma elə bir leveldir ki, imtahan suallarının kopyasıdır. Yəni dim tipinə alışıram mən orada. Biraz dim tipinə alışıram. Nətər? Tipə alışmaq deyərsən ki, tipə alışmaq biraz çətindir. Tipə alışmaq sənə sürət qatar. Nətər sürət qatar? OTK-nın tipi ilə dimin tipi təmiz fərqlidir də. Amma ikisini də yaza bilirəm. Niyə görə? Çünki mən riyaziyyat bilirəm. Yəni tip əzbərləməmişəm. O topludakı məsələn A sualını yazanda niyə görə onun elə yazıldığını bilirəm. Yoxsa bunu belə yazdım. Nə üçün sualını ona verə bilirəm də. Verə bildiyim üçün OTK-dakı həmin sualı da yaza bilirəm. Çünki mexanizm eyni mexanizmdir, riyaziyyat eyni riyaziyyatdır. O sualın belə qoyulması ilə belə qoyulması fərq eləmir. Və mən düşünürəm ki, dimlə tipin dəyişmir. Hardasa Süleyman müəllimin sınaqlarındakı kimi olacaq o. Və o 50 sınaq işləyəndə mən düşünmürəm ki, yəni əgər təməli varsa, sıfırdan oturub sınaq işləyib burada 3-4 dənə düz yazırsansa, o çətin məsələdir. Amma yox, yazırsansa, həqiqətən də sualları analiz eləyərək yazırsansa, düşünürəm ki, oradan çox yaxşı nəticə götürmək olar. Mən OTK-lar işləyirəm, şu an hələ o sınaqları atmışam. 7-sini işləmişəm hələ ki. Amma davamını gətirəcəm yəqin ki, 25-indəki OTK-dan sonra bu dəqiqə OTK-lar işləyirəm hamısını.
bitirəndən sonra keçəcəm ora. Tövsiyə edirəm açıq. Amma topluluğunu yaxşı işləyəndən sonra, yəni topluluğun keyfiyyətli bitirin. Ümumiyyətlə stak işləməyə əskiy eləməyin, çünki o sizə həqiqətən böyük problemlər yaradacaq. Yəni mənim 3 ayım var, sizin 2 ayınız var. Onun üçün siz biraz problemli nöqtədə dayanırsınız. Sonra bloku dayandırmayaq söhbəti var biraz. Mən özüm dayandırmışam. Dayandırmışam dediyim, yəni heç oxumuram bloku. Buraxılışın mövzularımı təkrar eləməklə məşğulam bu dəqiqə. Amma məndə biraz vəziyyət başqadır. Mən biraz istisnai bir durumdayam. Nə cəhətdən? Mən fizikanı və kimyanı yaxşı bilirəm. Keçən il 145 bal kimya yazmış, fizika yazmışam. 86 bal kimya yazmışam 100 balla. Yəni mənim kimyam, fizikam zaten yaxşıdır. Və mən 1 ay, hərəsinin üstündə 1 ay otursam, yenə eyni bala gətirib çıxardacağam. Hətta bəlkə 100-150 eləyəcəm onları. Riyaziyyatla da belə davam edirəm də olsun. Amma sən o balı yığmamısansa, blokun zəifdirsə, ya da əsri mövzuların varsa, sən bloku hələ ki dayandırmamalısan. Seyrəldə bilərsən biraz. Amma fevralın məncə 10-una qədər falan, 15-inə qədər bəlkə də dayandırmayın bloku. Və sizə mənfi olaraq dönür həqiqətən də. Çünki siz təqribi fevralın 15-nə 20 gün, hətta 25 gün siz bloka ara verirsiniz. Və 25 gündə təzə öyrəndiyiniz şeylər ağlınızdan çıxa bilir və əziyyətinizə hayıfdır. Həqiqətən əziyyətinizə hayıfdır. Yox, mən çatdıracam, mən son 1 ayda belə çatdıracam deyirsinizsə, dayandır. Yəni, o sənin iradənə qalan bir şeydir, okey? Meşədiyəm bu dəqiqə və canavar gələ bilər hər an. Amma o kaberi dinlədiyimi desəm, yəqin ki, uzaq durar. Yaxşı zarafat deyirlər. Ayda. Az dilindən harda qalmışdıq, bir dəqiqə onu deyim. Riyaziyyatdan da danışdım. Ətraflı suallardan da alışqanlıq söhbəti ətraflı suallarda və ona görə xüsusi bir tövsiyə verəsi deyiləm. Verə də bilmərəm zaten. Çünki mən heç vaxt onlarda bir problem çəkməmişəm. Çünki nədir? Oxuyanda gözümün qabağında nə olacağını orada görürəm təqribən. Və bu nədir? Alışqanlıq söhbətidir. Əl alışmalıdır ki, olsun da. Əl alışmaq üçün normal yazmaq lazımdır. Yazın. Toplu yazın. Sınaq yazın. Yavaş-yavaş alışacaq. Yəni birdən-bir ətraflı sual yazacağam deyə bir söhbət çətin məsələdir. Həqiqətən yəni kim formulu varsa, kimsə PDF-lə falan satırsa 5 manata alaram. Yəni mən də alıb yoxlayım, görüm nə olan şeydir. Sonra da Azərbaycan, ingiliscə danışdıq. Qrammatika falan dedik, riyaziyyat dedik. Bəsitdir formulları. Azərbaycandır, qrammatikasıdır. Nədir? Məsələn, mən toplu işləməyə qərar vermişəm, sonra vaz keçdim. Təməlim var deyə. Oturub ancaq sınaq işləyirəm. O sınağı da səhvlərimə baxaram. Görürəm ki, 3 sınaq işlədim. Üçündən də məsələn feili səhv eləmişəm. Deməli qardaş, feildə mən zəifliyim vardı. Açıb topluda feil işləyirəm. Yoxsa mən üçündə də ismi düz yazmışamsa, niyə görə açıb bir də isim işləyim? Mənası yoxdur, hə. Onun üçün sınaq işləməyi də tərcih etməyin. Qrammatikanı belə eləyin. Zəifliyiniz hardasa açın, oradan toplu işləyin. Məsələn, deyir ki, mən cümlə üzvü bilmirəm, amma cümlə üzvü işləyim. Qardaş, sən cümlə üzvü də heç bilmirsən nədir. Otur cümlə üzvünü topluda işlə, ondan sonra keç də sınaqlara. 20 sınaqları mütləq işləyin. Çox mükəmməldirlər. Nə qədər imtahan tipidir, açıq mətnlər. Mətnlər OTK tipidir əslində. Amma OTK da imtahan tipidir deyə, yəni çox da mən Azərbaycanda aralarında fərq görmürəm açığı. Qrammatikası biraz çətin olur, amma o da düzələn şeydir, yəni. Onun da məntiqini biləndən sonra problem olmur. Bir də mətnləri hardan işləyin deyəcəm. Topluluğu bitirmisinizsə, 20 sınaqda 40 dənə mətn var. Onları mütləq işləyin, mütləq. Bir də 24-cü ilin, 25-ci ilin və 26-cı ilin artıq, yəni 3 tədris ilinin bütün 10-cu sinif və 11-ci sinif mətnlərini işləyin. Azərbaycanda ümumiyyətlə bu ingilis dili üçün də keçərlidir. Bütün hamısı işləyin, 10-u və 11-i işləyin. Fərqli suallardır, keyfiyyətli suallardır. Sizə çox şey qatacaq məncə. Yəni mövzularla paralel sınaqlarda elə aparmağa çalışın. Bilmədiyiniz də olsa canınız sağ olsun. Yəni sadəcə bilməyə çalışın, öyrənməyə çalışın. Okay? Azərbaycan dilində belə. Başqa nə? Fizikadır, kimyadır. Onlardakı vaxtı yanında danışarıq. Bu qədər. Mən də yavaş-yavaş gedim evə artıq. Təşəkkürlər. Bəyəndinizsə like falan ata bilərsiniz. Bəyənmədinizsə dislike atın. Şərh yaza bilərsiniz. Əslində bura gəlmə səbəbim biraz daha varoluşsal sancılarımı beynimdə durultmaq idi, o fikirləri. Elə bir video çəkdim, amma məncə yayınlanmağa hazır deyil deyə. Yəni never mind də, okay? Təşəkkürlər.